məsələ deyil. Bəli, hansısa problemlərlə mübarizə apar, şəraiti dəyişməyə çalış, amma bəzi dəyişməz qaydalar var ki, onlara təslim olmalısan. Əvvəldən bunu başa düşməliyik ki, bu dünyada istədiyimiz şey ani olaraq olmayacaq və buna biz təslimiyik. Təslim olan adam bu mövzuda qəzəblənməz, heç vaxt əsəbləşməz. Qəzəbin bir kökü nədir? Qəzəbin bir kökü də budur ki, biz hərdən unuduruq ki, dünya Allahın əlindədir və bu dünyanı Allah idarə edir. Çox mühüm məsələdir. Dünyanı Allah idarə edir. Hər şey Allahın əlindədir. Biz həmişə nəyəsə günahkar axtarırıq. Günahkar axtarırıq. Hətta günahkar olmayanda da əsəbləşməyimizə bir səbəb axtarırıq. Nədənsə əsəbləşmək istəyirik. Biri dayanıb, sən nə dayanmısan burada? Heç onun dəxli yoxdur sən. Əsəbimi tökmək üçün bir günahkar axtarırsan. Bizdə belə bir xüsusiyyət var.